Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mubarakan fih. Ve sallallahu ve sellem ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Bugünkü mövzumuz adlanır Fiqhul Həsənət və Seyyiət. Həsənətlərin və seyyiətlərin fiqhi. Nə deməkdir bu və nədən ibarətdir? Dərs əsnasında hamısı sizə aydın olacaq inşallah. Yəni, dərsimiz həsənətlər və seyyiətlər haqqında olacaq. Və bu mövzu, əziz müsəlmanlar, çox mühüm və bilinməsi vacib olan bir mövzudur. Kim bu mövzunu, yəni həsənət və seyyiət, bu mövzunu başa düşərsə, olduğu kimi dəqiq anlaya bilərsə, şəriətdə böyük bir məsələni başa düşmüş olar. Yəni, kim bu mövzunu şəriət dediyi kimi başa düşə bilsə, o sanki böyük bir məsələni bilmiş olar. Və bu mövzu, yəni bu mövzunun mühüm olması üçün bəs edər ki, Allah Təbaraka və Teala insanları məhz buna görə xəlq edib. Həsənət və seyyiə. Həsənət, yəni yaxşılıqlar edib, pislikdən çəkinmək üçün xəlq edib Allah Təbaraka və Teala. Və bu mövzu da həmin bu mövzudur. Əl-həsənət və seyyiət. Əl-həsənət və seyyiət. Və bunları hamısını izah edəcəm inşallah. Deməli, mövzumuzun nədən ibarət olduğunu bildiniz. Əl-həsənətu və seyyiət. Əl-həsənət, yəni yaxşı işlər, və seyyiət, yəni pis işlər. Yəni, söhbət bundan olacaq. Yaxşı işlər və pis işlər. Və bunun fiqhi, yəni bunun anlayışı, yəni bunun incəlikləri, yəni bu haqda. Əl-həsənət və seyyiət. Əl-həsənət dedik ki, yaxşı işlər və seyyiət pis işlər. Başqa ifadə ilə desək, əl-həsənət itaətlər və seyyiət asiliklər. Və başqa ifadə ilə deyəsi olsaq, əl-həsənət savab olan əməllər, xeyir əməllər, əs-seyyiət günah olan əməllər. Və ya seyyiət, yəni günah olan, münkar olan, pis olan. Həsənət də xeyir olan, yaxşı olan, yəni savab olan, itaət olan əməllər. Yəni bundan gedir söhbət. Yəni hamısı bir mənanın üzərində dayanır. Əl-həsənətu və seyyiət. Həsənətlər və seyyiətlər. Həsənətləri Allah Təbaraka və Teala sevir və ona görə də təşri edib. Təşri yəni edilməsini buyurub. Yəni bunu eləyin, əmr edib. Seyyiətləri Allah Təbaraka və Teala, yəni seyyiətlər Allahın qəzəbinə gəlir. Seyyiətlər. Və nə olduğunu bildiniz. Məhz buna görə də Allah Təbaraka və Teala seyyiətləri haram edib. Seyyiətlər haramdır. Həmçinin həsənətlərin ləzimi var. Yəni yaxşı işlərin ləzimi, yəni lazımı var. Həmçinin seyyiətlərin də lazımı var. Yəni pis işlərin də lazımı. Həsənətlərin lazımı savabdır. Yəni həsənət etsən, onun lazımı var. Yəni ləzimi, yəni savab əldə edəcəksən. Seyyiətin ləzimi isə günah əldə edəcəksən. Yəni seyyiət etsən, pis iş görsən, onun ləzimi günahdır. Yəni sənə artıq günah yazılacaq. O mənadır. Həsənət etsən, həsənətin ləzimi sənə savab yazılacaq. Yəni bu mənadır. Mən yenə qeyd edirəm, yəni bu dərsə diqqətlə qulaq asın, ola bilsin hər hansı bir dərsdə olan məsələlər biraz çətin olsun və ya dəqiq, incə məsələlər olsun, başa düşmək biraz çətin olsun. Lakin belə hesab edirəm ki, kimlər ki dəqiq qulaq asır, onlar məsələni başa düşə biləcək Allah Təbaraka və Teala izni ilə. Həsənətlər, əziz müsəlmanlar,
özü özlüyündə iki qismə bölünür. Həsənətlər, yəni o savablar ki var, yaxşı əməllər. Özü özlüyündə iki qismə bölünür. Feil və tərk. Lakin əksər insanlar, yəni insanların çoxu, elə bilir ki, həsənətlər yalnız mövcud olan şeylərdə olur. Yəni deyəndə ki, misal üçün, insan yaxşı iş gördü, həsənət etdi. Elə hesab edirlər ki, həsənətlər mövcud olan şeylərdədir. Yəni feildə, yəni tək feillə olur. Yəni namaz qılır, oruç tutur, zəkat verir, yəni həsənət edir, feil, yəni hərəkət edir. Yəni əksər insanlar həsənəti bu cür anlayır. Lakin ikinci tərəfindən qafildirlər. Tərklə də həsənət olur. Yəni tərk. Dedik ki, həsənət iki qismə bölünür. Feil və tərk. Feil aydındır. Yaxşı işlər görmək. Tərk, yəni tərk etmək. Və bu da həsənətdir. Və inşallah izah edəcəm, aydın olacaq. Feilin özü iki qismdir. Yəni dedik ki, həsənətlər özü özlüyündə bölünür iki qismə. Feil və tərk. Feilin özü iki qismdir. Yəni var vacib feillər, var müstəhəb feillər. Yəni o mənada. Tərk isə üç qismə bölünür. Yəni dedik ki, diqqətlə lazım. Həsənətlər özü özlüyündə iki qismə bölünür. Feil və tərk. Feilin özü isə iki qismə bölünür. Vaciblər, müstəhəblər. Tərk isə üç qismə bölünür. Haramları tərk etmək, məkruhları tərk etmək, mübahları tərk etmək. Yəni tərk deyəndə tərk üç qismə bölünür. Haramları tərk, məkruhları tərk və mübahları tərk. Burada sual çıxır. Tərk, həmin bu tərk nə vaxt həsənət sayılır? Hansı ki, insan ona görə savab əldə edir. Yəni, ona görə insana savab yazılır. Yəni, nə vaxt tərk, dedik ki, həsənət iki qismdir. Feil və tərk. Tərk nə vaxt, yəni insan tərk etdiyinə görə savab əldə edir. Bu barədə alimlər bəhs ediblər, geniş. Necə alimlər deyir, fihi bəhsun tavil. Yəni alimlər ixtilaf ediblər ki, ümumilikdə tərk feildir, yoxsa ədəmdir. Ədəm yəni yoxluq, yəni yox olan bir şey, yəni olmayan bir şey. Tərk feildir, yəni sən bir əməli tərk edirsən, eləmirsən. Yəni oturmuşsan, heç nə eləmirsən, tərk eləmirsən o əməli. Bax, bu var ha. Bu feildir, yoxsa ədəmdir. Yəni sən bunu etməklə nəsə feil etmiş olursan, nəsə hərəkət etmiş olursan, yoxsa bu elə yoxluqdur. Yəni olmamaq, ədəm. Yəni bunda alimlər ixtilaf ediblər, geniş. Lakin Allahu ələm o əqvəlləri, yəni o barədə olan sözləri cəm etdikdən sonra təhqiq alınan nəticə budur ki, tərk iki qismə bölünür özü. Yəni, tərkin özü iki qismə bölünür. Tərk vücudi, tərk ədəmi. Yəni, vücud olan tərk, ədəm olan tərk. Bu çox mühümdür. Tərk vücudi feildir. Tərk ədəmi feil deyil. İndi izah etsəm aydın olacaq. Əgər o tərk var ha, sən nəyə ki tərk eləmirsən? O tərk qəsdlə olarsa, yəni bilə-bilə, qəsdin olaraq haramı etməsən, yəni haramı etməkdən nəfsini saxlasan, bu artıq feildir. Yəni vücud olan bir şeydir də, yəni mövcud olan bir şey oldu. Allah təbaraka və teala buna görə sənə savab yazır. Aydındır? Yəni bu məsələnin təhqiqidir. Yəni insan
günah etmədiyinə görə, yəni tərk edib baxır. Yəni günahı tərk edib insan. İnsan günah etmədiyinə görə ona savab yazılır. Bu tərk adlanır, bu tərk. Bu tərk dedik ki, insan tərkə görə də savab alır. Yəni tərk həsənətdir. Yəni dedik, həsənət iki qismə bölünür. Feil və tərk. Feil aydındır, yəni hərəkətlər etmək, feillər etmək, namaz, oruc və s. feillər. Həmçinin tərk etdiyinə görə də savab əldə edir insan. Yəni Allah ona savab yazır. Lakin bir şərtlə ki, günahı qəsdlə, bilə-bilə tərk edəsən, Allah üçün tərk edəsən. Və bu artıq sənin tərk etməyin feil olur. Aydındır, yəni vücudi bir feil olur. Hansı ki, qeyd etdik. Var tərk vücudi olan tərk. Və həmin bundan gedir söhbət. Var tərk ədəmi. Yəni tərk eləmirsən, amma yoxluqdur. Ona görə həsənət əldə eləmirsən. Savab əldə eləmirsən. O yoxdur, o ədəmdir, yoxluqdur. Amma biri də var tərk, vücudi. Deməli, yoxluqla vücudinin arasında fərq hansıdır? Sən haram etmirsən, lakin qəsdlə, bilə-bilə Allah üçün etmirsən ki, bax Allah haram edib, mən eləmirəm. Oturmuşam, eləmirəm. Buna görə sən savab əldə edirsən. Misal üçün, oturmuşsan, yanında naməhrəm qadın oturur. Sən naməhrəm qadına baxmağı tərk edirsən. Bax, tərk. Həmin o. Yəni, baxmırsan da naməhrəm qadına baxmırsan. Lakin bu baxmamağın qəsdlə baxmırsan, bilə-bilə. Yəni, qəsdin odur ki, yəni Allah təbarəkə və teala haram edib, yəni Allah üçün gözləri tərk edirsən ondan. Yəni, bilə-bilə, qəsdlə. Bax, bu var ha, belə tərk etməyin. Belə tərk etməyi savab əldə edirsən sən. Yəni, bundan gedir söhbət. Oturmuşsan, yanında naməhrəm qadın oturub. Baxmırsan, amma sənə savab yazılır. Bax, bundan gedir. Yəni, tərkə görə də həsənət var sənə. Aydın oldu indi söhbət. Bu çox mühümdür və çox dəqiq və incə bir məsələdir. Oturmuşsan, baxmırsan, lakin savab əldə edir. Yəni, tərk eləmirsən haram. Bax, bu da həsənətdir. Bundan gedir söhbət. Lakin hər günahı tərk etdiyinə görə həsənət yazılırmı sənə? Cavab, xeyr. Necə bunu qeyd etdim? Qəsdlə, bilə-bilə hər hansı bir günahı etmirsən, Allah haram edib, tərk etmirsən, o tərkə görə bəli sənə həsənət, savab yazılır. Yəni, savab yazılan yeri yəni bu cür olur. Həmçinin, yəni bunu biləndən sonra seyyiət də, yəni günahlar da iki qismə bölünür. Feil və tərk. Diqqətlə lazım. Yəni, həsənətlər bölündüyü kimi seyyiət də iki qismə bölünür. Feil və tərk. Feil, yəni açıq aydın haramlar etmək. Yəni, zina eləmək, oğurluq eləmək. Aydındır? Yəni, pis bir haram əməl, içki içmək və s. Digər olan haramlar var ha. O feil, o hərəkət. Var bu, yəni bu feil. Amma tərk hansıdır? Yəni, sən tərk etdiyinə görə günah əldə edirsən. Yəni, bu hissəsi də var. Vacibləri etməmək. Aydındır? Diqqətlə lazım. Seyyiət iki qismə bölünür. Seyyiət, yəni günahlar. Feil və tərk. Yəni, həm insan feillə günah əldə edir. Həm insan feillə insana günah yazılır, yəni haramlar etməklə, yəni feil, hərəkət etdiyin günah yazılır sənə. Həmçinin tərklə, yəni tərk etdiyin günah əldə edir. Yəni günah yazıldı sənə. O da vacibləri tərk eləmək. Yəni oturmuşsan, misal üçün, evdəsən. Yəni şərt deyil ki, sən imini, yəni sən məhz haram əməl etməlisən ki, sənə günah olsun. Yox. Adam var deyir ki, mən haram eləmirəm ki. Yəni, sən feili olan haramları eləmirsən. Bu feil. Dedi yaxı, yəni feil olan günahları eləmirsən. Dedi yaxı, günahlar iki qismə bölünür. Feil və tərk. Sən feili olanı eləmirsən. Yəni, feil, hərəkət. Haramlar ki var, hamısı buna aiddir. İnsan haramlar edir, içki içir, oğurluq eləyir, zina və s. Riba,
Bütün haramlar hamısı aiddir. Adam var deyir ki, mən bunu eləmirəm ki, heç bir. Həqiqətən də eləmir. Haramlar hamısından uzaqdır. Lakin o insan yenə günah daşıyır. Günah sahibidir. Yəni sual çıxır. Necə? Vacibləri etməməklə. Aydındır? Bu tərkə aiddir. Vacibləri etmədiyinə görə insana günah gəlir. İxlasla.com saytı tərəfindən təqdim olundu.